بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. قال الصادق علیه السلام: نفس المحموم لظلمنا تسبیح. İmam Sadiq əleyhissalam bu cümlədə buyurur ki, o şəxsi ki, bizə olan zülmlərə kədərlənir, narahat olur, qəmgin olur, onun nəfəsi də, onun nəfəs çəkməsi də təsbihdir və ibadətdir. Yəni İmam Hüseynə narahat olmaq, İmam Hüseynə olan zülmə görə insan kədərlənə, məhzun ola, bu özü ibadət. Nəfəsul məhmum li zulmina təsbihun. Sirri budur ki, İmam Hüseynə olan zülm, insani dəyərlərə olan zülmüdür. İmam Hüseynə olan zülm, İslam'a olan zülmüdür. İmam Hüseynə olan zülm, insan izzətinə, insan alicənablığına olan zülmüdür. İmam Hüseynə olan zülm, Peyğəmbərə olan zülmüdür. Ali Muhammedə olan zülmüdür. İmam Hüseynə olan zülm, Əmirül Möminə olan zülmüdür. Fatimə Zəhraya olan zülmüdür. Ona görə İmam Sadiq əleyhissalam buyurur, Nəfəsul məhmum li zulmina təsbihun. Bu müqəddimə olaraq istəyirdim bugün bir bəhs, bir tema danışam. Mümkündür çoxlarının sualı ola. O da İmam Hüseynə ağlamaqdır. Ki bu ağlamaq hardan yaranıb? İslam dinində, İslam mənbələrə əsasən ağlamaq bir şəhidə, ağlamaq bir dünyasını dəyişənə, şəhiddə olmasa necədir? Aya Peyğəmbərdən ağlamaq olubdur? Peyğəmbər əsən ağlayıbdır bir ölənə. Əlbəttə bir ağlamaq var, insan öz günahlarını ağlayar. Ağlayar, bu xatirə ki, təqsir eləyibdir. Ağlayar bu xatirə ki, Allahın dərgahında əməl eləməyibdir, Allahın göstərişlərini yerinə yetirməyibdir. Ağlayar bu xatirə ki, günah edibdir. Ağlayar bu xatirə ki, Allahdan uzaqlaşıbdır. Bu ağlamaq bizim dini qaynaqlarımızda tövbəyə müqəddimədir. Bu ağlamaq böyük bir ali dərəcəsi var və bizim hədislərimizdə bu ağlamaq var. Quranda da belənçi bir ağlamaq var. İnsan bu xatirə ki, uzaqlaşıb Allahdan, günahlarına görə ağlayam. Mən bəka əla zəmbihi, hətta təsilu dumuuhu əla lihyətihi. Kim ağlaya, Peyğəmbər Əkrəm buyurur, kim ağlaya, öz günahına ta gözyaşı tökülə, özü də sel kimin tökülə, yəni ağlamaq, elə ağlamaq ola, fəqət qətrə gözündən tökülməyə, deyir, belənçə ağlaya,
yəni həqiqi peşman olub ağlaya, bu Allah-u Muteal bunun üzünü cəhənnəmə haram eləyər. Bu yanmaz. Üzünü, yəni bunu cəhənnəmdə yandırmaz. Yəni bu ağlamaq tövbəni göstərər. Ağlamaqdan da məqsəd ixlasla, peşmançılıq əlaməti olaraq ağlamaqdır. Hər halda o şərtləri ilə, müqəddimələri ilə işim yoxdur. Əsli bu söz ki, insan öz günahına ağlaya, bizim dini mənbələrimizdə vardır. Resulullah'dan da sallallahu aleyhi ve sellem'den de bir hadis size nəql elədim Mekarimul Əxlaq kitabında. Bu ağlamaq səmərəli ağlamaqdır, bu ağlamaq faydalı ağlamaqdır, bu ağlamaq dini qaynaqlarda vardır. Amma aya ayrı ağlamaqda dində vardır ki, insan ağlaya, o cümlədən dünyadan dəyişənlərinə. Aya dində belə bir şey var? Qeydaq tarixə və hədisə. Biz görürük, Peyğəmbər ağlayıbdır. Peyğəmbər Əkrəm neçə yerdə ağlayıbdır. İbrahim ağlayıbdır. Oğlu İbrahim dünyasını dəyişəndə Peyğəmbər ağlayıbdır. Dini qaynaqlara baxın, tarixə baxın. Peyğəmbər Həmziyə ağlayıbdır. Həmzə şəhid olandan sonra Həmziyə ağlayıbdır. Hətta çün Həmzənin Mədinədə adamı yox idi, buna bir yas məclisi tutmamışdılar. Peyğəmbər gəlir Mədiniyə, Ohuddan qeydir, görür Ohud şəhidləri, ailələr, hərəsi öz evində, öz evinin kənarında bir məclis kimi öz şəhidinə tutublar. Peyğəmbər ürəyi Həmziyə nisbət kədərlənir ki, amma Həmzə la bəvakiyələ, Həmzənin ağlayanı yoxdur. Sahabələr bunu eşidirlər, şəhid ailələri bunu eşidirlər, gəlirlər Həmzənin evində Həmziyə və öz şəhidlərini ağlayırlar. Həmziyə ağlamaq Peyğəmbərdən və bu cümlələr Peyğəmbərdən. Siz tarixə baxın, hədis kitablarına baxın, Həmzənin şəhadətindən sonra o cərəyanlara baxın. 2. Peyğəmbərin ağlamağı Cəfər-i Təyyara. Cəfər o vaxt ki, şəhid oldu. Əlbəttə Cəfər Mədiniyə qeydəndə də Peyğəmbər ağlayıbdı. Və bəka fərəhən beruyəti. Tarixi kitablarda var. Peyğəmbər ağladı, amma bu ağlamaq narahat olmaq, kədərli ağlamaq deyildi. Bu ağlamaq sevinc ağlamaq idi. Çün Cəfər ibn Əbu Talib Həbəşistana hicrət eləmişdi. Həbəşədə qalmışdı ta Xeybər fəthinəcan, Xeybər fəthində qaydanda Peyğəmbər buyurdu, mən qaldım hansına çox sevinəm, Fəth Xeybərə ya həm Cəfərin qayıtmasına. Görərində göz yaşı tökdü Rasulullah. Əlbəttə bu göz yaşı şoq göz yaşı idi. Sevinc göz yaşı idi. Haman Cəfər-i Təyyara Peyğəmbər ağlayıbdı. O vaxtçı şəhid oldu. Mu'tədə. Hətta Peyğəmbərin mucizatından biri sayılır. Mədinə məscidində, Mədinədə Məscidun Nəbidə Peyğəmbər Mu'tənin cərəyanlarını əshaba deyirdi canlı şəkildə. İndi Cəfər atdan düşdü yerə, indi şəhid oldu, indi əlləri vuruldu, qət oldu, şəhid oldu. Bu
xırdalıqlarla deyirdi səhabələrə, onlar için Mədinədə idilər, Məscid-ün Nəbidə və ağlayırdı. Və hətta şəhid olandan sonra gedir Cəfərin evinə təsliyyət deyir. O vaxtçı şəhid olmuşdu, o ləhzələr ki, günü ki şəhid olmuşdu. Həm mucizə idi, həm mucizə cəhətini indi işimiz yoxdur, ağlamaq bəhsi var idi. Cəfərə ağlamaq Peyğəmbərin. Həm Xeybər fəthində ki, Cəfər Həbəşistandan qayıtdı, həm Mu'tə müharibəsində ki, Cəfər şəhid oldu. Hələ mucizə də kənarında var idi, o bir başqa bəhsdir. Peyğəmbərdən ağlamalar belənçidir, hətta onlar ki, Peyğəmbər dövründə mane olurdular ağlamağa, Peyğəmbər onları mən eləyirdi və bu ağlamağı bir o təbii vicdan bilirdi. Baxın, insan insandır, insani duyğu baxımından duyğusu var, uşağına ağlamaq, balasına, atasına, anasına ağlamaq. Bir budur ki, insan istəyir Allaha şikayət eləsin, o şikayət üzərində bu hərəkətlər edir. Ağlamaq heç ağlamır, dili ilə danışır. Bunlar hərəsi bir əlamətlərdir də, ağlamaq bir əlamətdir, danışmaq bir əlamətdir, davranış bir əlamətdir. Bunların gərək görək mənası nədir? Əgər bunların mənası şikayətdir, Allaha, bu ki mənim başıma niyə bunu gətirdin Allah? Bu təkcə ağlamaq deyil, elə danışmaq da, davranış da bu bəyənilmir. Bu düz deyil. Amma bu iki insan olaraq çün duyğusu var. Uşağının dünya dəyişəndə ağlayır. Atasının, anasının. Bunlar insanın içərdəki qəlbini göstərir. Peyğəmbər öz anasını ağladı. Əbva məntəqəsində vaxtı Mədiniyə gedirdi, orada dayandı, getdi Peyğəmbərin anasının qəbrində, Aminə Mədiniyə yaxındır, qəbri ağladı. Bunlar şikayət ağlamağı deyil. Bəzilər ağlamaları incə fərqlərini dərk eləmirlər və diqqət eləmirlər. İnsan bəzən yalan ağlayır. Cürbəcür ağlamaları var da. Quran bir ağlamaqdan danışır ki, Yusifin qardaşları gəldi. Yaquba ağlaya-ağlaya gəldilər ki, Yusif öldü, qut yedi. Quran bunu ayələrdə gətirir ki, bu yalan ağlamaqdır. Beləncə ağlamalar da var. Amma tamamı ağlamalar bücür deyil. Bir ağlamaq var, insan, Quran deyir, Câ'û əbâhum eşâen yəbkûn. İnsan, Yusifin qardaşları axşam gəldilər atalarının nəzdinə ağlaya-ağlaya. Amma bir də ağlamalar vardı ki, insan birini əlindən verib ağlaya. Məhrum olub ondan ağlaya. İnsan bir mənəvi lider, mənəvi bir rəhbər əlindən çıxa. Hətta adi ölsə də ağlayar ki, şəhid ola. Çün məhrum olur ondan. Bir o əlindən çıxır. Buna deyərlər kəmal ağlamağı. İnsan kamillik üzərində. Çün məhrum oldu bir mənəvi atan biləsindən, ona görə ağlayır. Pəs cürbəcür ağlamalar vardı ki, mən bəhsini ərz elədim. İnsan günahına görə ağlayar. İnsan birinə görməyib çoxdandır, sevinmədən ağlayar, sevincdən ağlayar. Allah qorxusundan ağlayar. Quran buyurur, Quran Allah qorxusundan ağlamağı Tövbə surəsində 92-ci ayə, Esra surəsində 109-cu ayədə xatırladır. İnsan Allah qorxusundan da ağlayar. Uşaq ağlayar
Ki hədislər var, uşağın ağlamağı səmərəlidir, ona gözəllikdir, ona məsləhətdir. Bəli, faydasız ağlamaqlar da var, riyakar ağlamalar da var. Söhbət burada budur ki, cürbəcür ağlamalar vardır. Amma bu iki insan ən yaxınlarını əldən verə ağlaya. Bu ağlamaq insaniyyət ağlamağıdır. Bu ağlamaq duyğu və məhəbbət ağlamağıdır. Allaha şikayət mənasında deyil, müsibətə şikayət mənasında deyil. Mümkündür biri də o mənada da ağlaya, o başqa sözdür. Dedim, danışmağı da var, ayrı davranışı da var, o fərq edir. Ağlamalar da fərq edir. Bu bir nüqtədir ki, biz görürük Peyğəmbər ağlayıbdır. Öz yaxınları da İbrahimə, Həmziyə, Cəfər-i Təyyara hətta göstəriş veribdir, Həmziyə ağlayıblar. Pəs ağlamaq vardı. Həzrət Zəhra səlamullah əleyha gedərdi, Həmzənin qəbrində ağlayardı. Əmisi Həmziyə. Ki Peyğəmbərin əmisi idi, Həzrət Zəhranın da əmisi olar. Bunlar tarixdə vardı və kim istəsə edeyə bilər tarixi kitablarda baxsın. Mümkündür, qarşısında bəzi hədislər də gətirələr ki, Peyğəmbər belə deyibdir, ölüyü ağlamayın. Amma bu Peyğəmbərin davranışı ilə məlumdur o hədis gərək izah olan nə deməkdir. Peyğəmbər özü ki ağlayıbdır. Əlavə o hədisi ayrı cürdə nəql eləyiblər ki, Peyğəmbərin zövcəsi buyurur, Peyğəmbər o cür demədi, dedi, kafir ölüyü ağlamayın və kafir ölünü ağlamağı ilə onun günahı azalmaz, biraz da Allah-u Teala günahını çoxaldar. Onu ağlamayın. Hədisin əslisini dəyişiblər əslan. Şahidimin də bu Peyğəmbərin ağlamalarıdır. Ki, neçə sahədə ərz elədik. Amma nüqtə buradadır ki, mümkündür bir nəfər soruşa, eybi yoxdur. Dünyasın dəyişənə ağlayaq. Təbii ölənə ağlayaq. Amma şəhidə niyə ağlayırıq? Şəhidə ağlamağın mənası nədir? Şəhid ki, uğur biləsinə, səadət biləsinə gəlibdir. Şəhid bu işi ilə xoşbəxt olubdur, bu işi ilə ülvi məkana yetişibdir. Ən fəzilətli əməl Allahın yanında, Allah yolunda şəhid olmaqdır. Ən fəzilətli əməldir. Şəhid bundan əvvəl ki, dünyasını dəyişə, müşahidə eləyər cənnətini və dünyasını dəyişər. Ona görə şəhidin bir mənası müşahidə eləyəndir. Şəhid yəni müşahidə eləyən. Çün yerini cənnətdə dünyasını dəyişməmişdən əvvəl, bərzəxə köçməmişdən əvvəl müşahidə eləyir və müşahidə eləyəndən sonra şəhid olur. Şəhid yəni müşahidə eləyən. Şəhid yəni şahid. Yəni ümmətə şəhadət verən. Yəni dünyasını dəyişəndən sonra da əlaqəsini bu dünyana kəsməyibdir. Allah-u Teala buna bu izni veribdir. Bu dünyanı müşahidə eləsin və bu müşahidə eləməklə qiyamət günü şəhid şahid olacaq. Şəhidin bir mənası həm şahiddir, həm müşahidə edən. Bu ikinci mənada həm müşahidə eləyir ümməti dünyasını dəyişəndən sonra, bərzəxdən dünyanı müşahidə edir və həm şahid olacaq qiyamət günü. Pəs şəhidin birinci mənası müşahidə eləyən dünyada axirəti. İkinci mənası müşahidə eləyən axirətdə dünyanı və şahid olan. Şəhid belənci bir əzəmətdədir. Qilət xulil cənnə.
Yasin suresinde Allah-u Teala buyurur, Habib ki şəhid Yasindir, Yasin suresinin şəhididir. Habib ki dülgər idi. O 3 peyğəmbərdən müdafiə elədi. Şəhid elədilər. O şəhid olan ləhzə ki şəhid oldu, qeylət xulil cənnə. Biləsinə deyərlər, gir cənnətə. Şəhid birbaşa girir cənnətə. Qeylət xulil cənnə. Şəhidin məqamı belədir, əzəməti belədir. Ayrı hədislər də şəhid barəsində var. Şəhid müşahidə eləyə can verər. Üçüncü fəlsəfəsi də budur, şəhidin. Biz can verəndə, adi ölümdə müşahidə eləmərik, necə öldük. Bərzəxdə dirillik və görürük köçmüşük. Köçmə an ölüm anıdır. Şəhid həyyən köçər, nə meytən. Yəni, dirirkən köçər, nə ölürkən köçər. Quran deyir, şəhidləri ölü təsəvvür eləməyin, diridilər. Bir mənası budur ki, dirirkən köçürlər. Əcib məqamdır. İnsan bərzəxə dirirkən gedə, həy olaraq gedə, həy yəni diri. Şəhid müşahidə eləyir köçmağı. Əcib sözlərdir. Birinci mənada şəhid dünyada oranı müşahidə edir. İkinci mənada şəhid oradan buranı müşahidə edir. Üçüncü mənada şəhid elə şəhidlik ləhzəsində şəhidlik ləhzəsini müşahidə edir. Köçərkən müşahidə eləyə köçürür. Həy köçürür. Şəhid bu məqamı ilə biz niyə ağlayaq? Mümkündür belə bir sual insanın zehninə gələ. Şəhidə ağlamaq niyə? Mərhum Şəhid Mütəhhəri bir kitabı var, elə şəhid barəsindədir. Orada bu sualı verir və bu suala izahlı bir cavab verir. Buyurur ki, əvvələn bizim hədisi qaynaqlarımızda var şəhid ağlayın. İmam Hüseyni ağlamağa nə qədər hədislər vardı. Əgər bir nəfər dini qaynaqlara istəyir, istinad eləsin, dini qaynaqlarda şəhidə ağlamaq çox-çoxdur hədisi. İmam Rıza aleyhisselam buyurur, فَعَلَى مِسْلِ الْحُسَيْنِ فَلْيَبْكِ الْبَاكُونَ. Əsən, Hüseyin kiminə ağlayanlar ağlamalıdırlar. Çün insan onu ağlasa, böyük günahları da yarpaqdan ağaç necə tökülər, bundan da tökülər. Ya İmam Əsr ziyarətnaməsində Cəlallahu Teala Fərəcəhu Şərif buyurur, mən sənə gecə və gündüz ağlayaram. Ağlamağım qutulsa göz yaşım, qan ağlayaram. Və ağlamalar bəhsi cümlələrdən əlavə davranışlarında idi Peyğəmbər imamların, İmam Səccad aleyhisselam, İmam Sadiq aleyhisselam əzadarlıq məclisi tutardılar, mərsiyə oxutturardılar və məclislərində, evdə, əhləyalı ilə bir yerdə ağlayardılar. Həm cümlə olaraq, hədis olaraq bizim ağlamaq İmam Hüseynə varımızdır, həm sirə və davranış olaraq. Amma bu dini qaynaq özü bir tərəfdə, sirri nədir, fəlsəfəsi nədir? Niyə gərək bir cür biz ağlamaq bizdə baş verir? Şəhid Mütəhhəri buyurur, insan şəhidə iki cür baxa bilər. Bir şəhidə fərdi cəhətdən baxa, şəhidin şəxs özünə baxa. Şəxs özünə baxsa, səadətdir, uğurdur, təbrik deməlidir insan. Ona görə şəhidə gərək təbrik deyəsən. Ki, bu məqama çatdın, bu dərəcəyə çatdın, bu səviyyə çatdın. Bu, o vaxtı ki, şəhidə baxsan, şəhidin özünə fərdi baxsan. İkinci budur ki, yox,
şəhidə cəmiyyətdə baxsan. Baxışın bu şəhidin rolu cəmiyyətdə, bu şəhidin hərəkəti cəmiyyətdə, bu şəhidin fəaliyyəti cəmiyyətdə. Görürsən, məhrum oldun, əlindən çıxdı. Dünənəcan əlində idi. Ümmə-Əymən ağlayırdı. Bir nəfər etiraz edədi. Dedi, niyə ağlayırsan? Peyğəmbər dünyasını dəyişəndə bir sahabələrin biri Ümmə-Əymənə etiraz edədi ki, niyə ağlayırsan? Məgər Peyğəmbər bir təhlükəli yerə gedir, ağlayırsan. Dünyasını dəyişdi. Buyurdu, Peyğəmbərin özünü ağlamıram ki. Ağlayıram, Peyğəmbərin əlimizdən çıxdı da, Peyğəmbər getməklə o qapı, vəhy qapısı bizə bağlandı, onu ağlayıram. Məhrum oldum, ağlayıram, əlimdən çıxdı, ağlayıram. Şəhid Mütəhhəri buyurur ki, biz şəhidə ağlamağımız bu müstəvidədir. Şəxsi baxmaq sevinməkdir, təbrikdir. Çünki özü şəhid şəxs olaraq ülvi bir dərəcəyə çatdı. Şəhid oldu. Amma biz özümüzü şəhidi cəmiyyətdə qoyaq, şəhiddən məhrum olduq. Şəhid əlimizdən çıxdı. Nə qədər şəhid yüksəkdir, ey beləm çox narahat oluruq. Nə qədər şəhid xeyr və bərəkətlidir, ey beləm çox kədərlənirik və ağlayırıq və narahat oluruq. Bu, İslamın şəhidə baxışından irəli gəlir ki, ictimai baxır şəhidə. Cəmiyyətdə şəhidin bərəkətini, şəhidin gördüyü hərəkətlərinə görə baxır və bizə tapşırır ki, bu şəhidlərə ağlayın. Yəni, onların ictimai hərəkətlər üçün məhrum olduq, ağlayın ta bu məhrumçuluğu hiss ediyək. Və onlar ülgü olsunlar ki, məhrum olduq. Bunlar bu işləri görürdülər, əlimizdən çıxdı. Ona görə şəhidi ağlamaq dini qaynaqlarda var. İmam Hüseyni ağlamaq var, başqa şəhidlərə ağlamaq var. Pəs ağlamaq birinci nüqtə nəzərdən müxtəlif cürdür, müxtəlif qisimdir, formadır. O ağlamaq ki, təbiidir, insaniyyətin vicdanından irəli gəlir, adi ağlamaqdır, təbii ağlamaqdır ölənlərə. Ki, dedim, Peyğəmbərdən də vardı. Amma şəhidə ağlamaq bir başqa bir zatdır. Şəhidə ağlamaq insanın kəmal axtarmağından, insanın ülvi dirçəliş axtarmağından irəli gəlir ki, əlimizdən çıxdı. Biz ondan dirçəlirdik, əlimizdən yapışırdı, mənəvi ateydi, əlimizdən çıxdı. Şəhidə ağlamağın sirri və fəlsəfəsi budur. Ona görə bizə bilənci tapşırıblar. İmam Rıza aleyhisselam buyurur, Rəyyan ibn Şəbibə in kuntə bakiyən fəbkilil Hüseyin ibn Əli. İstəyirsən ağlayasan, Rəyyan, Hüseyin ibn Əli ağla. Özü də İmam Hüseynin şəhadəti faciə ilə bir yerdə idi. İnsaniyyəti onlar ki, şəhid elərlər, bir dərəcədə qəbul eləmirdilər. Ona görə şəhid eləmə tərziləri də faciəli idi. Buyurur, fəinnəhu zubəhə kəma yuzbəhul kəbş. Əcib şəhid elədilər. Kənarında 18 nəfəri əhl-i beytidən şəhid elədilər. Ki, ma ləhum fil ərzı şəbihun, onların tayı yox idi. Əbulfəzl Əbbas idi, Əli Əkbər idi. Ona görə ağlamaq budur ki, bunlar da əlimizdən çıxdı. Ağlamaq budur ki, bu ülgülər, bu sembollar əlimizdən çıxdı. Bəli, bir nüqtə də xatırladım ki, ağlamağın kənarında maariflənmə də var. Ağlamağın kənarında
bunların şəxsiyyətlərini, məqsədlərini, hədəflərini tanımaq da var. Hətta bu izahı ki, ağlamağa ərz elədim, ağlamağın özü tanımaqdan irəli gəlir. İmam Hüseyin insan nə qədər çox tanıyır, əlindən çıxdığını daha çox ağlayır. Bu mərifətdən gələn ağlamaqdır. Hətta təbii ağlamaq deyil. Hətta günahını ağlamaq deyil. Hətta müsibətə ağlamaq deyil. Kəmala ağlamaqdır. Dirçəlişə və rüşdə ağlamaqdır. Ki, əlimdən niyə bu çıxdı? Və sallallahu ala ya Əbu Abdillah. Əleykə minni səlamullah əbədən ma bəqitu və bəqiyyəl leyl və nəhar. Esselamu aleykum ve rahmetullah ve berekatuhu.